Qoç bürcü 10 noyabr 2025-ci il. Diqqətinizi işə yönəldin. Şəxsi simpatiyalarla peşəkar maraqları bir-birindən ayırmağa çalışın. Ola bilər ki, ətrafdakılara xoş gəlməyən qərarlar verməli olasınız. Lakin vəziyyət bunu tələb edirsə, sonradan düzgün addım attığınızı anlayacaqsınız. İş yoldaşları və rəhbərlik ilə münasibətlərdə emosiyalara qapılmayın. Nə qədər soyuqqanlı olsanız problemləri həll etmək və məqsədinizə yaxınlaşmaq bir o qədər asan olacaq. Öz layihəsi üzərində çalışan qoçlar tələsməsinlər. Addım atmadan öncə vəziyyəti təhlil edin, prioritetləri müəyyənləşdirin və plan hazırlayın. Bu yanaşma sizi yanlış ümidlərdən qoruyacaq və real imkanları düzgün qiymətləndirməyə kömək edəcək. Buğa bürcü 10 noyabr 2025-ci il. Səhər saatlarında tələsməyin, bir neçə işə eyni anda girişməyin. Vacib danışıqlar üçün bu zaman münasib deyil. Həmkarlarla və rəhbərliklə anlaşmaq çətin olacaq. Ətrafdakılardan gələcək kiçik səhvlər məqsədinizə çatmağınıza mane ola bilər. Günün ikinci yarısında vəziyyət xeyrinizə dəyişəcək. Enerjiniz artacaq. Özünüzə inam, gələcək və dərhal həyata keçirmək istədiyiniz yeni ideyalar yaranacaq. Axşam isə yaxınlarınıza diqqət ayırın. Səmimi söhbət və ya romantik görüş münasibətləri möhkəmləndirəcək. Əkizlər bürcü 10 noyabr 2025-ci il. Günün əvvəlində işə diqqət yetirsəniz, qısa müddətdə əhəmiyyətli irəliləyiş əldə edəcəksiniz. Bir çox tapşırıqları gözlədiyinizdən daha tez yerinə yetirəcək. Bununla rəhbərliyin etimadını qazanacaqsınız. Özünüzü açıq deməkdən çəkinməyin. Bu, gələcək imkanlara yol aça bilər. Yaxınlarınız bugün xüsusilə dəstəyinizə ehtiyac duyacaqlar. Onların istəklərinə biganə qalmayın. Kiçik güzəştlər münasibətləri daha da gücləndirəcək. Axşam istirahətə vaxt ayırın. Yorğunluq sağlamlığınıza təsir göstərə bilər. Xərçəng bürcü 10 noyabr 2025-ci il. Əvvəlcə mövcud işləri qaydaya salın, sonra böyük layihələrə keçin. Bugün adətən olduğunuzdan daha qərarlı və məsuliyyətli davranacaq, çətin məsələlərin həllini üzərinizə götürməkdən çəkinməyəcəksiniz. Bu etibarınızı artıracaq, peşəkar nüfuzunuzu möhkəmləndirəcək. Xərçənglər bugün xüsusilə uğurlu olacaq, gəlir artımı və yeni iş imkanları mümkündür. Yaxınlarınız təşəbbüslərinizi dəstəkləyəcək. Birlikdə ailə məsələlərini asanlıqla həll edəcəksiniz. Şir bürcü 10 noyabr 2025-ci il. Bugün komanda işi üçün əlverişlidir. İnsanlarla ünsiyyətiniz uğurlu olacaq. Yeni tərəfdaşlar, müttəfiqlər qazana bilərsiniz. Əgər təşəbbüs göstərsəniz, nüfuzlu şəxslərin diqqətini cəlb edə bilərsiniz. Əlaqələrdə diqqətli olun. Kiçik səhvlər mümkündür. Buna görə də hər detalı yoxlayın. Yeni tanışlıqlar mümkündür. Lakin bu münasibətlər daha çox dostluq xarakteri daşıyacaq. Qız bürcü 10 noyabr 2025-ci il. Bugün bir çox sahədə uğurlu olacaq. Öz gücünüzə inanın və yeni işlərə başlayın. Liderlik keyfiyyətləriniz ön plana çıxacaq. Bu da karyerada dönüş nöqtəsi ola bilər. İşgüzar danışıqlar, əməkdaşlıq müzakirələri üçün münasib zamandır. Uğurlu razılaşmalar mümkündür. Alış-verişlər də uğurlu alınacaq. Maraqlı tanışlıqlar, səmimi görüşlər gününüzə pozitivlik qatacaq. Tərəzi bürcü 10 noyabr 2025-ci il. Xırda detallara diqqət edin. Məhz bu bacarıq sizə yeni imkanlar açacaq. Başqalarının nəzərindən qaçan hadisələr sizə ilham verəcək və orijinal həllər tapmağa kömək edəcək. Bugün yaradıcılıq, incəsənət, təhsil sahəsində çalışan tərəzilərə uğur gətirəcək. Uğurlu alış-verişlər mümkündür. Yeni tanışlıqlar və dostluqlar isə əhvalınızı xeyli yaxşılaşdıracaq. Əqrəb bürcü 10 noyabr 2025-ci il. Bugün ən cəsarətli ideyalarınızı reallaşdıra bilərsiniz. Qarışıq situasiyalar aydınlaşacaq, uzun müddətdir düşündüyünüz məsələlərə cavab tapacaqsınız. Gözlənilməz məlumatlar gəlir artımı üçün yeni yollar açacaq. Peşəkar səfərlər və iş görüşləri uğurlu keçəcək. Yeni tanışlıqlar isə gələcəkdə faydalı ola bilər. Şəxsi münasibətlərdə də xoş dəyişikliklər gözlənilir. Ox atan bürcü 10 noyabr 2025-ci il. Bugün danışıqlar, işgüzar görüşlər üçün çox münasibdir. Hətta çətin söhbətlər də uğurla nəticələnəcək. Yeni əlaqələr karyera baxımından sizə böyük üstünlüklər qazandıra bilər. Maliyyə baxımından da uğurlu gündür. Həm gəlirlər, həm də faydalı alış-verişlər mümkündür. Sevgi münasibətlərində harmoniya və qarşılıqlı anlayış artacaq. Oğlaq bürcü 10 noyabr 2025-ci il. Bugün diqqətinizi toplamaq, prioritetləri müəyyənləşdirmək çətin ola bilər. Bəzi oğlaqlar motivasiya itkisi yaşayacaqlar, amma adi rutindən bir qədər uzaqlaşmaq sizə kömək edəcək. Yaradıcı yanaşma yeni imkanlar açacaq. İntuisiyanız güclü olacaq. Onun köməyi ilə səhvlərdən qaça biləcəksiniz. Maliyyə məsələlərində tələsməyin və emosional qərarlar verməyin. Yeni tanışlıqlar mümkündür, amma hisslərə qapılmayın. Dolça bürcü 10 noyabr 2025-ci il. Gün asan keçməyəcək, lakin səbirli davranış sizə xeyir gətirəcək. İşdə gözlənilməz xəbərlər planlarınızı dəyişə bilər. Ona görə də hər məlumatı yoxlayın. Pul məsələsində ehtiyatlı olun. Bugün böyük xərclər və borclar üçün uyğun deyil. Ailə münasibətlərində anlaşılmazlıqlar ola bilər, lakin axşam harmoniya bərpa olunacaq.
Balıqlar bürcü 10 noyabr 2025-ci il. Səhər saatlarında özünüzü çox yormayın. Sadəcə əsas işlərə diqqət yetirin. Ətrafınızdakı insanların sərt sözlərinə fikir verməyin və emosiyalara qapılmayın. Günün ikinci yarısında vəziyyət düzələcək. Yeni ideyalar, yaxşı xəbərlər sizi ruhlandıracaq. Maliyyə məsələlərində ehtiyatlı davranın. Axşam isə ailə ilə xoş vaxt keçirmək üçün fürsət olacaq.